Məsafədən idarə edilən pilotsuz uçan aparatların, yəni dronların ölkə ərazisinə gətirilməsi necə tənzimlənir? Mülki pilotsuz uçuş aparatları mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının qanununun 18-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış mallara aiddir. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli fərmanının tələblərinə əsasən mülki pilotsuz uçuş aparatlarının ölkə ərazisinə gətirilməsi üçün Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazə sənədi tələb olunur.